Salamlar hər kəsə. Söz verdiyimiz kimi biz çəkilişlərə başlayırıq yavaş-yavaş və mən ilk çəkilişi arachnofobiya haqqında eləmək istəyirəm. Çünki mən özüm arachnoloqam, yəni arachnologiya, hörümçəklər və onlar haqqında hər şeyi öyrənən elm sahəsi və arachnoloqlar elm adı, həmin o sahəni təmsil edən insanlar. Mən fikirləşdim ki, ətrafımız doludur arachnofob insanlarla, az qala hər ikinci nəfər arachnofobdur, təəssüflər ki. Və bu mən düşünürəm ki, insanların daha çox bu heyvanlar haqqında informasiyaya malik olmaqları səbəbindən irəli gəlir. Amma ki, biz bu günlərin bir qədər danışacağıq arachnofobiya ümumiyyətlə nədir və bu xəstəlik ümumiyyətlə hardan çıxır və s. Bu xəstəliyin əmələ gəlməsi, onun tarixi haqqında dəqiq, konkret bir elmi, belə deyək, sübut, fakt yoxdur. Yalnız hipotezlər var. Birinci hipotez təkamül bioloqlarının irəli sürdüyü hipotezdir və bu ona əsaslanır ki, bu ilk insanların tanımadığı obyekti görüb ondan qorxaraq yaratmış olduqları instinktiv bir aktdır, yəni müdafiə mexanizmidir və bu çox bəlli bir məsələdir. Əslində bunu insanlar ekstra olaraq özləri yaratmayıblar, çünki bu bizdən əvvəl heyvanlarda da var idi. Yəni bu çox natural bir vəziyyətdir ki, biz insanlar da, heyvanlar da, insanlar da tanımadıqları obyektdən qorxurlar, çünki informasiya bilmirik onun haqqında və ona görə hansı təhlükəyə sahib olduğu haqqında da məlumatımız yoxdur və buna görə özümüzü qoruma instinkti əmələ gəlir. Amma bu hipotez işə yaramadı, çünki bunu əngəlləyən başqa bir fikirlər ortaya çıxdı, suallar meydana gəldi. Məsələn, bəllidir ki, hörümçəklər, məsələn, həşəratlar qədər sancan həşəratlar var, zəhərli həşəratlar var və onlar hörümçəklərdən qat-qat daha çoxdurlar, həm sayca, həm də insanlarla olan təması baxımından. Nəyə görə bu halda, yəni bu qədər zərərli, insan üçün təhlükəli olan həşəratlarla ətraf qaynaşdığı halda biz nəyə görə həşəratlara qarşı yox, məhz hörümçəklərə qarşı arachnofobik olduq? Yəni niyə insektofob yox, məhz arachnofob? Ki bu biraz məntiqli sualdır və bunu təkamülçü bioloqlar izah eləyə bilmədilər və ikinci bir hipotez ortaya gəldi ki, bu da sosio-kultural bir hipotezdir, hansı ki bu izah eləyir ki, bu insanın nə dərəcədə arachnofob olub-olmaması təkamülçü bioloqların dediyi kimi irsi yox, bu əslində informativ olaraq insanın beyninə yüklənilən bir deməli qorxu ideyasıdır və bu insanın hansı mədəniyyəti təmsil etməyinə, yəni hansı mədəniyyət təsirində yaşadığından, doğulduğundan və yaşadığından irəli gəlir. Məsələn, bəzi mədəniyyətlərdə bayquşlar deməli müsbət mifik obrazdılar, müdrikliyi simvolizə eləyirlər, mən bildiyim qədər fəlsəfəni simvolizə eləyirlər və digər bir mədəniyyətdə, məsələn, onlar xarabalığı, qaranlığı, ümumiyyətlə neqativ atmosferanı və s. görürsünüz. Yəni, yazıq heyvanların heç xəbəri yoxdur ki, insanlar oturub onlar haqqında müxtəlif obrazlar yaradırlar, özlərindən xoflanırlar və s. Yəni, əslində bayquş sadəcə bizim qulağımıza indi vahiməli gəlir. Əslində, onların nəğməsidir, onlar o cür oxuyur və onlar gecə heyvanlarıdır. Milyon dənə başqa gecə heyvan növləri var. Gecə ova çıxırlar, gecə kommunikasiya qururlar və bu onların kommunikasiya üsulu sadəcə, yəni onların səs çıxartması. Yer gəlmişkən mən onların səsini çox sevirəm. Deməli, fərqi yoxdur bu arachnofobiya hardan əmələ gəlir. Bu instinktivdir, sırf bizim heyvani instinktlərimizə bağlıdır və yaxud da bizim sosio-kultural backgroundumuza bağlıdır. Bunun fərqi yoxdur, amma məni narahat edən odur ki, insanlar niyə arachnofobdular və bundan necə qurtulmaq olar? Birinci məsələ, mən bir arachnoloq olaraq deyirəm, hörümçəkləri sevən, onlara toxunmaqdan zövq alan və evində hörümçək saxlayan, indi bunlar yox, bunlar plastikdirlər, amma evində adi halda, yəni kiçik toxuyan hörümçəklər yaşayırlar və mən onlara heç vaxt toxunmuram, özləri bioloji olaraq qocalıb ölürlər. Deməli, biz nəyə görə hörümçəklərdən qorxmamalıyıq və yaxud da nə edə bilərik ki, qorxmayaq? Deməli, birinci iş onlar haqqında oxumaqdır. Dediyim kimi, lap başdan biz nədən bəzi şeylərdən qorxuruq, bilmədiyimiz şeylərdən qorxuruq. Əgər obyekt haqqında informasiyaya sahib olarıqsa, biləriksə ki,
bu canlıdan qorxmağa dəyərmi və yaxud da hansı momentlərdə müdafiə olunmalıyıq və s. hansı situasiyalarda bu canlı məsələn aqressivləşər və yaxud da yox. Bütün bunlar nədən olur? Oturub yəni özün xəyal eləmirsən, yəni özün improvizasiya eləmirsən ki, görəsən belə olar, görəsən belə. Yox, açıb oxumalısan o canlı haqqında. Mən sizi yəni o heyvanlar haqqında bilən biri kimi əmin eləyirəm ki, hörümçəklər insanlara ən az zərər verən heyvan qruplarından biridir, buğumayaqlıların arasında. Çünki təsəvvür edin ki, mən bu videonu hazırlamamışdan qabaq bir dünya kataloqu var. Dünya hörümçək kataloqu, World Spider Catalog və o hər ildə, hər ayda bəlkə də orada dünyanın müxtəlif yerlərində, laboratoriyalarda çalışan mütəxəssislər yeni növlər təsvir ediblərsə və həmin o növləri onlar orada registrasiyadan keçirirlər və beləcə hər dəfə onun sayı siz görsəz, yəni data update olur və hər dəfə fərqli rəqəmlər ortaya gəlir. Orada əlbəttə ki, yalnız yeni növ olaraq təsdiqini tapmış növlər deməli registrasiyadan keçirilir və yeni növ olaraq elmə tanınılır. Bunu təsdiq etmək lazımdır. Morfoloji, anatomik, nə bilim, molekulyar və s. Nə demək istəyirəm? Mənim axırıncı dəfə bu videonu hazırlamamışdan qabaq baxdım həmin o veb-sayta və orada hal-hazırda dünyada 53 mindən çox hörümçək növünün registrasiyadan keçdiyi bildirilir. Həmin 53 mindən cəmi bəlkə də 30, uzaqbaşı 50 növü təhlükəli ola ya olmaya. O da nə mənada? Yəni adətən hörümçəklər özləri marağında deyil onların ki, sizi sansınlar. Çünki siz onların şikarı deyilsiniz, siz onlara ümumiyyətlə obyekt olaraq da maraqlı deyilsiniz. Yəni o niyə gəlib sizi sansın ki, yəni planlı şəkildə bunu heyvan eləmir. Çünki dediyim kimi bu onlarda onlar bu sancmanı, yəni zəhər ifrazını şikarı üçün və ekstremal hallarda müdafiə üçün istifadə edirlər. Yəni əgər onlar mənasız yerə, nə bilim, insanı sancsınlar, fili sancsınlar, zebranı sancsınlar, mənasız bir şeydir, yəni belə şeyləri fikirləşmək. Onlar sancmırlar. Yəni sizi mənasız yerə sancmırlar. Onlar bu halda, məsələn, sizi sancmaq ehtimalı ola bilər ki, əgər siz onu narahat eləsəz, bu halda onlar stres keçirirlər və o halda özünü müdafiə məqsədi ilə sancırlar, amma yenə də sizi öldürmək məqsədi ilə yox, çünki siz onların marağında deyilsiniz, siz onların şikarı deyilsiniz. Və üstəlik də çoxlu tədqiqatlar var, siz istəsəniz də özünüz deməli axtarıb tapa bilərsiniz. Hörümçəklərdə zəhər ekonomiyası deyilən bir məfhum var biologiyada. Bu o deməkdir ki, onlar tədqiqatlarla göstərilibdir ki, onlar zəhərini çox ekonomik, sərfəli şəkildə istifadə edirlər. Niyə? Çünki zəhər istehsalı çox bahalı prosesdir. Zəhər özü çox bahalı biomaterialdır. Yəni zəhərin istehsal olunub, heyvan o zəhəri istehsal eləmək üçün çoxlu əziyyət çəkir, çoxlu resurs sərf edir öz bədənindən. Yəni bu çox böyük bir belə deyək, fizioloji bir prosesdir ki, investisiyadır ki, o sonunda bir effektiv bir zəhər istehsal eləyə bilir və baxmayaraq ki, 95, bəlkə də 99% hörümçəklərin cəmi bir neçə növ istisna olmaqla bütün hörümçəklərin zəhəri var, amma bu o demək deyil ki, o zəhər sizi sancmaq və sizi öldürməyə hesablanıbdır. Yox, çünki onlar hər bir növün də özü də zəhəri spesifik bir proteinlər daşıyır. Həmin o proteinlər də məhz elə deməli təkamül yolu keçibdir ki, həmin o zəhərdəki proteinlərin, komponentlərin də yaranması əslində onun qidalandığı qida rasionuna uyğun olaraq tənzimlənir. Yəni məsələn, elə hörümçəklər var ki, onlar hədsiz çox stereotipik hörümçəklərdir və yaxud da kaprizli hörümçəklər deyək, yəni ki, daha yaxşı başa düşülsün.
Onlar nə edirlər? Onların yalnız çox limitli qida rasionu olur. Məsələn, elə hörümçəklər var ki, onlar yalnız qarışqalarla qidalanır və onlara elə həqiqətən də belə ad veriblər, ant specialized spiders, yəni qarışqalar üzrə ixtisaslaşmış hörümçəklər. Onlar hədsiz çox kaprizlidirlər və qarışqadan başqa heç nə yemirlər və laborator şəraitdə göstərilibdir ki, onlar həftələrlə ac qalarlar, başqa qida təklif edə bilərsiniz, yeməyəcəklər, öləcəklər, amma yeməyəcəklər. Yəni onlar bu qədər kaprizlidirlər bir qidaya qarşı və onların zəhərini araşdırıblar və görüblər ki, onların zəhərində spesifik olaraq məhz qarışqanı öldürən komponent, protein yaranır, istehsal olunur ki, o qarışqanı öldürə bilsin. Mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, yəni siz başa düşəsiniz ki, qavrayasınız ki, yəni hörümçəklərdə zəhər ekonomiyası nə dərəcədə bir necə deyim, məfhumdur və o heyvanların o zəhəri istehsal edib sonra da onu boş-boş yerə sərf edilməsi bir heyvan üçün nə deməkdir? Çünki o zəhəri ifraz eləyəndə o sonra onun yerini doldurmaq üçün bədənindən resurs sərf eləyir. Yəni buna görə düşünmək lazımdır ki, o heyvanlar sizi qəsdən olaraq sancmırlar. Belə əlbəttə ki, zəhərli hörümçəklər var və o zəhərli hörümçəklər insanlar üçün də və digər iri heyvanlar üçün də zəhərlidirlər. Atlar üçün, meymunlar üçün, fillər üçün və s. Və o heyvanlar, o hörümçəklərin sayı onsuz da çox azdır və onlar adətən ümumiyyətlə heç insanlar olan yerlərdə də gəzib dolaşmırlar. Siz onları əgər ekstra olaraq incitsəniz, narahat eləsəniz, stresə salsanız, onlar hücum edə bilərlər. O da elə yox ki, yəni qəsdən sizi qovsun, dalınıza gəlsin ki, mən sizi sancmaq, qisas almaq məqsədi yox, elə bir şeylər yoxdur. Sonra nə deyəcəkdim? Siz YouTube-da da bir neçə halda görə bilərsiniz, yəni əgər evdə məsələn hörümçək görmüsünüz və ondan yaxa qurtarmaq istəyirsiniz, öldürmək qəti şəkildə olmaz. Siz onu transfer edə bilərsiniz. Müxtəlif, məsələn, adi ev şəraitində işlənilən plastik qablardan istifadə edərək bir plastik qab götürürsünüz. Onun üzərinə də bir dənə, məsələn, kağız örtük olaraq birinci plastik qabı heyvanın yerləşdiyi yerə çox deməli ehmalca yaxınlaşdırırsınız. Çünki onlar hava vibrasiyasına qarşı çox həssasdırlar. Onların bədənindəki o tüklər hava yerdən deyil. Onlar hədsiz sensitiv heyvanlardır və hər dalğanı, hətta siz məsələn hörümçəyin qarşısında oturmusunuz, məsələn, siz danışırsınız, sizin səsinizdən yaranan dalğanı onlar hiss edirlər və bu baxımdan onlar əslində həyəcan keçirib, məsələn, qəfil davranışlar edə bilərlər, sıçrayıb qaça bilərlər, hoppana bilərlər və s. Yəni bu sizin üçün deyil. Bu əslində onlar özünü müdafiə etmək üçün, hadisə yerindən qaçmaq üçün eləyirlər. Siz plastik qabı götürürsünüz, həmin heyvana çox ehmalca yaxınlaşdırırsınız və onu həmin yerdə bloklayırsınız. Sonra yavaş-yavaş o kağızı da divarla plastik qab arasına keçirməklə heyvanı elə eləyirsiniz ki, plastik qabın içərisində yerləşmiş olsun və həmin o kağızla da o plastik qabı örtmüş olursunuz. Sonra aparıb onu evdən çox-çox kənara, sakit bir yerə buraxa bilərsiniz. İnanın ki, adam onda özünü həm də çox rahat hiss edir. Yəni öldürməyəndə. Çünki öldürmək necə deyim, çıxış yolu deyil də. Yəni öldürüb nə edəcəksiniz ki, kimə nə verir ki, yəni. Bu şəkildə mən təsəvvür edin ki, mən sizə bir misal deyim məsələn. Ki, nə dərəcədə heyvanlar haqqında oxumaq sizi onlardan, onları da sizdən qoruyur. Məsələn, mənim qardaşım var və o məndən, bizim aramızda yaş fərqi çox böyükdür, mən ondan çox böyüyəm, yəni. O kiçik olanda, hardasa 4 yaşı, 5 yaşı olanda mən ona bizim evimizdə həmişə çoxlu heyvanlara aid, təbiətə aid heyvanlara aid ensiklopediyalar var. Mən o ensiklopediyaları oxuya bilmirdi şübhəsiz, amma mən oxuyurdum, orada şəkillər var idi sadəcə. Mən ona deməli orada olan məsələni onun dilinə çevirib, düzü çox əziyyət çəkirdim. Onun dilinə çevirib ona danışırdım, görürdüm ki, onun üzündə çox qəribə bir həyəcan yaranıbdı da, yəni maraq yaranıb.
və o sonrakı dəfələrdə özü istəyirdi ki, mən hər dəfə ona nə bilim maraqlı bir şeylər danışım kitabdan. Və sonra mən elə olurdu ki, hər dəfə məsələn Azərbaycana qayıdanda mənə tapşırılırdı ki, Azərbaycandan material yığım, hörümçəklər yığım və s. Mən onda onu da özümlə aparırdım bağa, bağçaya və onunla bir yerdə yığırdım hörümçəkləri. Hər dəfə də ona göstərirdim, ona izah eləyirdim ki, bu nədir, bu kimdir, bu necə yaşayır, nə ilə qidalanır. Sonra ona əslində hörümçəklərin gözəlliyini aşılayırdım. Yəni bu çox vacibdir, çünki insanlarda estetik zövqlər çox fərqlidir. Yəni məsələn, kəpənəyi sevirik, amma tarakanı sevmirik və yaxud da kəpənək qurd formada, qurd dövründə olanda ondan xoşumuz gəlmir, amma qanadları açılıb gözəl olanda, kəpənək olanda bizim xoşumuza gəlir. Yəni bizim estetik standartlarımız çox qeyri-adidir də. Yəni biz öz gözümüzdən baxıb gözəllik qiyməti veririk nəyəsə. Məsələn, mənim gözümdə hörümçəklər hədsiz gözəldirlər. Çünki ona elə baxmaq lazımdır. Yəni onları yaxından izləmək lazımdır. Müxtəlif foto şəkillərinə baxmaq lazımdır. Mütləq deyil ki, məsələn, siz onlara toxunasınız, canlı olaraq onu görəsiniz. Şəkillərinə baxaraq baxın ki, onun məsələn bədənində olan hər detal o qədər gözəldir. Onların gözlərinin yerləşməsi, hər növündə özünün göz formulu var, cinsi aparat formulu var. Yəni möhtəşəmdirlər sadəcə. Və yaxud da hələ mən heç davranışlarından danışmıram ki, hər növün özünün davranışı var. Yəni bir aləmdir, insan ömrü yetişməz onu öyrənməyə. Və yaxud da qarıncığının üzərində, başının üzərində olan o naxışlar falan ki, onlar mikroskopik olaraq baxanda, yəni və yaxud da lupa ilə baxanda siz hətta orada pigmentlərin hərəkətini belə görə bilirsiniz ki, heyvan onu əslində özü nizamlaya bilir. Yəni o 8 ayaqlı ilbizlər kimi məsələn, onlar da necə ki, onlar rənglərini dəyişirlər saniyədə. Bunlar hörümçəklər rənglərini dəyişmirlər düzdür, amma onlar pigmentlərinin həyəcana görə, stresə görə fizioloji olaraq onlar pigmentlərində sıxılma yaranır və ya gərilmə yaranır və ya genişlənmə yaranır və bu şəkildə onlar rəng spektrlərini dəyişə bilirlər qismən. Yəni bütün bu gözəllikləri məsələn uşaqlarınıza danışa bilərsiniz, onları tanış edə bilərsiniz canlı olaraq ki, bax bu belədir, bu belədir, bundan qorxmaq olmaz, toxunmaq olmaz, öldürmək olmaz. Mən hətta qardaşıma, o yaşda olan balaca bir uşağa öyrətmişdim ki, məsələn dişi ilə erkəyi necə ayırmaq olar. O artıq özü bilirdi və növbəti dəfə hətta məni öz əli ilə tutub gətirirdi. Qorxmurdu yəni və bu çox vacibdir ki, qorxmamaq lazımdır. Çünki qorxmağın məntiqli olduğunu anlamaq lazımdır. Əgər o məntiqə bağlı deyilsə, deməli o qorxu deyil. O sadəcə sizin özünüzün yaratmış olduğunuz beyninizdə olan uydurmadır və yaxud da bunu sizə kimsə informativ olaraq sizə yükləyibdir. Beləliklə mən istəyirəm çox uzun danışmadan burada yekunlaşdırım. Mən ümid edirəm ki, kimlərsə bu videoya baxan, özü arachnofobiyadan əziyyət çəkən və yaxud da evində kimsə varsa arachnofobiyadan əziyyət çəkən, bu video onun üçün maraqlı olacaqdır. Siz özünüz məsələn hörümçəkdən nə dərəcədə qorxursunuz və ya qorxmursunuz, qarşılaşanda onunla nə edirsiniz və s. Bütün ümumiyyətlə hörümçəklərlə bağlı fikirlərinizi, təəssüratlarınızı, görüşlərinizi yaza bilərsiniz və ya suallarınız varsa hörümçəklərlə bağlı, onu da yaza bilərsiniz. Təşəkkür edirəm. Növbəti dəfə başqa bir maraqlı mövzu ilə çıxacağam yenə. Ümid edirəm ki, hamı üçün yenə faydalı bir məlumat ötürə bildim. Təşəkkür edirəm. Hələlik.